Değerli tamaşaçılar, əziz izləyicilər, bugünkü verilişimizdə Putin və Trump danışıqlarını müzakirə edəcək və telefonda qoşacağıq qonağımızı efirə, Xəlil Qarahmədovu. Çünki demək dostlar, yayılan xəbərlərə görə dünya bu saatı gözləyir, bu zəngi gözləyir. Bugün qan dayanacaqmı? Bugün müharibə dayanacaqmı? Bütün dünyanın diqqəti Putin və Trump'ın telefon danışığına dikilib. Elə Amerika prezidentindən də açıqlama var. Mövzularda qan gölündən son qoymaq. Və mövzu ilə bağlı əziz dostlar, Xəlil Qarahmədovu efirə qoşuram. Xəlil müəllim, sabah hər vaxt xeyir olsun. Hər vaxtınız xeyir. Xəlil müəllim, sizi Səngər TV-nin canlı yayımından narahat edirik. Bugün dünyanın diqqət mərkəzində olan bir mövzu var. Dünya 17:00 zəngin gözləyir. Bugün qan dayanacaqmı? Bugün müharibə dayanacaqmı? Bu mövzuda danışmaq istəyirdik. Elə ilk sualımı sizə bu yöndə verirəm. Rusiya-Ukrayna münaqişəsinin son durumu hansı vəziyyətdədir? Mən əvvəla sizi və sizin çox minli tamaşaçı kütlənizi salamlayıram və dərhal da qeyd etməliyəm ki, bugün münaqişənin 1181-ci günüdür. Yəni 24 fevral 2022-ci ildə başlayan və 4-cü ili adlayan münaqişə 1181 gündür davam edir və fasiləsiz olaraq davam edir. Hər gün şiddətli döyüş əməliyyatları gedir. Artıq nəinki Rusiya, nəinki Ukrayna, hətta dünya ictimaiyyəti bu müharibədən bezib. Axıdan qanlara, tökülən itkilərə, böyük maddi və mənəvi itkilərə artıq dözümsüzlük nümayiş etdirir və bu münasibətlərdə və bu baxış bucağında müharibənin saxlanılmasını istəyir. Yəni, dərhal atəşkəsin imzalanmasını dünya ictimaiyyəti, əsasən aparıcı dövlətlər həm Ukraynadan, həm Rusiyadan tələb edirlər, hətta tələb edirlər. Artıq xahiş minnət dövrü keçib, tələb edirlər. Bax, bugün vəziyyət belədir. Amma bu münaqişəni, yəni bu konflikti saxlamaq, onu başlamaqdan səndimə daha da çətin imiş. Bunu indiki halda dondurmaq, indiki halda bunu saxlamaq çox böyük siyasi iradə və çox böyük də siyasi risklər tələb edir. İndi biz baxmalıyıq, görək hər iki dövlət buna hazırmı? Ukraynaya üstə hazırdır. Çünki müharibənin, konfliktin bu şəkildə dondurulması Ukrayna üçün xilas kəməridir. Ukrayna bundan fasilə kimi istifadə etmək istəyir. Ukrayna bundan dirçəlmək üçün istifadə etmək istəyir. Hərbi əməliyyatların təşəbbüsü Rusiya tərəfindədir. Rusiya isə öz müzəffər, dırnaqarası müzəffər görüşünü davam etdirmək niyyətindədir. Bax, bütün bu barışmaz tərəfləri bugün barışdırmaq üçün son və axırıncı Trump və Putin danışığı olacaqdır. Ona görə də bütün dünya ictimaiyyəti, bütün aparıcı kanallar, bütün informasiya mənbələri hamısı diqqətini belə bir bu dəqiqələrdə başlanmış telefon zəngindədir. Bəs niyə çətindir münaqişəni dayandırmaq? Niyə? Hansı maraqlar toqquşur? İqtisadi maraqlar, həm hərbi maraqlar, həm də milli dəyərlər toqquşur. Bu toqquşmalar elə nəhəng bir çarpışmaya çevrilib ki, bunun qarşısını almaq artıq bir növ real olaraq qeyri-müəyyənlik görünür. Çünki tərəflərin bir-birinə qarşı qoyduqları iddialar və şərtlər, başı şərtləri çox fərqlidir. Çox fərqlidir bir-birindən. Ukrayna hadisələri indiki vəziyyətində dondurulmasını və Rusiyanın 2014-cü ildə işğalçı siyasətinə başladığı dövrdən əldə etdiyi torpaqların hamısının qaytarılmasını tələb edir. Bəli. Onlar deyir ki, bu torpaqların hamısını verin bizə. Rusiya isə əksinə. Rusiya
Dört vilayəti öz torpağına, öz ərazisinə, öz dövlətinə qatmış 4 vilayəti və Ukrayna haqqında heç danışmaq istəmir. Baxın, görün, nə qədər mövqeylər bir-birinə ziddir. Bugün belədir vəziyyət. Xəlil müəllim, bu danışıqları dayandırmaq istəyənlər müharibəni başladanlar deyilmi? Tamamilə doğrudur. Müharibəni insanlar başlayıb, müharibəni insanlar da dayandırmalıdır. Bütün dünyada bəşəriyyətdə yaşayan insanlardır, bəşəriyyəti idarə edən insanlardır. Müharibələr həmişə insanlar başlamışdır, böyük güclər başlamışdır, böyük niyyətlər başlamışdır və bu niyyətlərin nə qədərinə nail olmuşlar, tarixi təcrübələr böyükdür bu barədə. İndi isə onların, böyük güclərin məqsədi Rusiyanı diz çöktürmək, Rusiyanı zəif etmək, Rusiyanı danışıqlarda bir növ gözü kölgəni etmək niyyəti tutub, Ukraynanı qızışdırıb Rusiyanın üzərinə saldılar. Rusiyada olduqca sabahsız bir şəkildə müdafiə olundu, hücum etdi və çox böyük itkilərlə üzləşdi. İndi isə Rusiyanın geri çəkilməsi sadəcə Rusiyanın gözdən düşməsi deməkdir. Bunu Putin və onun komandası, danışıq komandası yaxşı anlayır və onlar da maksimum miqdarda bu müharibədən nəticə bəhrə götürmək istəyirlər. Bugün təəssüf ki, vəziyyət belədir. İstanbul danışıqları necə? Tərəflərin mövqeyini bir-birinə yaxın etdimi? Danışıqları tərəfləri nəinki bir-birinə yaxın etdi, hətta tərəflərin arasında olan ziddiyyəti bir qədər də alovlandırdı. Çünki İstanbul danışıqlarına qədər gedən hazırlıq proseslərində tərəflərin mövqeləri bir-birinə yaxın deyildi. Həm də tərəflərin niyyətləri də bir-birinə yaxın deyildi. İstanbul danışıqlarını pozmaq üçün, gözdən salmaq üçün Zelenski öz adəti üzrə, öz səhnə ustalığından istifadə edib Putin'den bir küçə oğlanı kimi rəftar etdi və onu İstanbul'da səni mən gözləyirəm, gəl deyə bir çağırış yaptı. Təbii ki, bu çağırış dövlət başçısına xas ola biləcək bir jest deyildi. Bütün dünya ictimaiyyəti qınadı Zelenskini. Çünki burada iki nəhəng dövlətin liderindən söhbət gedir. Ona görə o getmədi ora. Getməyəndən sonra hətta güclü bir komanda da göndərmədi. Çox aşağıda olan, belə cəbhə səviyyəsində olan komanda, danışıq komandası göndərdi və onların da əldə edəcəyi böyük bir şeylər ola bilməzdi. Dünya bir şey gözləmirdi. Heç olmasa onlar 1000 nəfər əsrin 1000 nəfər əsrə dəyişməsi barədə hələlik şifahi razılığa gəliblər. Bunun da heç miqdarını hesabı bilmirlər ki, hansı kateqoriyadan olan əsrlər dəyişməkdir. Bu da aylar aparan bir prosesdir. Bax, belədir bugün vəziyyət. Bəs Ukraynaya dəstək verən dövlətlər var. Fransa, İngiltərə, Almaniya. Və bu konfliktdən onların gözləntiləri nə ola bilər? Mənfəətləri nə ola bilər bu barədə? Bəli, onlar bu müharibədə əvvəl bir azarkeş qismində çıxış edirdilər, indi hər biri tərəfdaş olublar. Onlar müharibə başlarında hər iki tərəfin oddan, alovdan keçməsini seyr etmək, bir doping kimi buna baxmaq istəyirdilər. Amma indi artıq öz mənafiləri də artıq danışıq masasının üzərinə qoyulmuşdur. Çünki Avropa artıq səthi hesablamalara görə 250 milyardan bir qədər çox, yəni Amerika Birləşmiş Ştatlarının verdiyi puldan az, amma kifayət qədər Avropa dövlətləri üçün kifayət qədər böyük məbləğdə olan bir yardım adı ilə müftə pulları vermiş Ukraynaya, öz silah arsenalını boşaltmış tamamilə, öz silahında özünü müdafiə üçün nəzərdə tutmuş, hətta enzi, tərpənməz ehtiyatları da Ukraynaya göndərmiş. Buna görə bugün Avropa, yəni onun aparıcı, qabaqçıl dövlətləri çox narahatçılıq hissi keçirirlər və onlar Trump'dan nümunə götürüblər. Trump oturdu, fikirləşdi ki, mənim verdiyim bu pullar Amerika vergi ödəyicilərin pulu hara getdi? İndi sual Avropa veriyoruz. Bəs bizim pullarımız hara getdi? Ona görə də Avropa artıq Rusiyanın pul ehtiyatlarını üstünü aşmış və o ehtiyatlardan verirlər Ukrayna xərcini. Çox gərgin bir həm iqtisadi müstəvidə, həm siyasi müstəvidə, həm hərbi müstəvidə çox böyük ziddiyyətlər vardır. Xəlil müəllim, Rusiya Ukraynanı işğal edib. Yəni biz bunun əleyhinəyik. Yəni Rusiya oranı işğal edib. Amma Rusiya həm də dünya ilə savaşır. Dünya bugün təşvişdədir. Niyə təşvişdədir? Ukrayna xalqının taleyi onları narahat edir, yoxsa müharibəni başlatmaslarının bir bədəlin ödəmək istəyirlər, bir səhvi etiraf etmək istəyirlər? Dünya
İnsan haqları insanlardan ibarətdir. İnsanın, Allah yaradan insanın instinkti var. İnsan birinci özünün təhlükəsizliyini müdafiə etmək haqqında düşünür. Özü təhlükəsizliyi əminlikdən sonra digər adamın təhlükəsizliyi haqqında düşünür. Dövlətlər də rəğmən belədir. Bugün o dövlətlər ki, narazı his keçirirlər. Bu müharibənin əks sədası, bu müharibənin qorxulu dalğaları onların üzərinə də yayıla bilər. O səbəbdən dünyanın yaxın ölkələri, Avropa yaxın ölkələr narazı his keçirirlər və bu narazılığın da əsası vardır. Çünki müharibə dalğası genişlənəcəkdir. Əgər bugün biz o mövzuya gələcək, bugün Putin və Trump danışıqları müsbət nəticələnməsə, dünyada yeni bir müharibə anonsu veriləcək və döyüş əməliyyatları daha da şiddətlənəcək. Mədəni münasibətlərin əvəzinə çox qəddar, dövlətlər arası çox kobud bir münasibətlər formalaşacaq. Çünki Trump'ın səbirliyi çox deyil. Trump diplomat deyil. Trump iş adamıdır. O artıq verdiyi vədləri yerinə yetirilməməsindən çox narahatdır və bugün onun dediyinə görə öz təbirinəcə desək, axırıncı zəngidir. Ona görə də çox narahatçılıq hiss keçirmək lazımdır. Bəli, burada bir tamaşaçı sizə irad bildirir canlı yayında, Ağayev adlı birisi. Deyir, adamın fikrinə bax, deyir ki, Ukraynanı qızışdırıb salıblar Rusiyanın üstünə ki, bu fikrinizdən razılaşmır. Ki həyatın acı həqiqətləri var. Onlar bizim zövqümüzdən, onlar bizim nöqtə nəzərimizdən asılı deyil. Bəli, Ukraynanı sözün tam mənasında vəd verməklə, qızışdırmaqla, Ukraynaya xoş günlər vəd etməklə Rusiya qarşı qoydular. Bu tarixdə, indən sonra olan bütün tarixçilər bu müharibənin sərnaməsini yazanda bunu başdan qırmızı hərflərlə yazacaqlar bu fikri. Aydındır. Hörmətli izləyicilər, razılaşmadığınız hansı məqamlar varsa deyin, ünvanlayaq. Və burada Ağayev yazır ki, Ukraynaya Rusiya hücum edib nə deməkdir? Belə bir iradını bildirir. Heç vaxt Rusiya hücum etməyib. Əgər bizim də verilişlərimizdə bu ifadə işlənilibsə, mən bilmirəm, mən danışıma nəzarət edirəm. Bu təbii olmayıbdır. Demək, Ukrayna hal-hazırda müdafiə olunan tərəfdir. Ukrayna elə müharibə başlayandan ilk gündən müdafiə olunur, amma çox pis müdafiə olunur. O, qarşı tərəfi qızışdırıb, qarşı tərəfi özünə təhrik edib, üstünə salıb, indi müdafiə olunur. Bu, belə tarixdə qəribə müharibə adı altında ola bilər ki, gələcəkdə tarix dəstəklərinə beləcə salınsın, qəribə müharibə. Bəs Amerika Birləşmiş Ştatlarının vasitəçilik missiyasını necə qiymətləndirmək olar? Amerika Birləşmiş Ştatlarının vasitəçilik missiyası ilk baxışdan olduqca hümanizm və təntənəsidir, hümanizmin təntənəsidir. Amma bunun arxasında Amerika Birləşmiş Ştatlarının üç tərəfdən gözləntiləri və maraqları vardır. Həm hərbi cəhətdən, həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən. Hal-hazırda bütün dünya ölkələri arasında Rusiya-Ukrayna müharibəsinin saxlanılmasının ən birinci tərəfdarı Amerika Birləşmiş Ştatlarıdır. İkinci bir dövlət yoxdur ki, bu işdə bu qədər maraqlı olsun. Çünki Ukrayna ilə bağlanmış iqtisadi müqavilə Amerika dərhal işə başlamaq istəyir. Amerika dərhal orada qoyulmuş pulları geri götürmək üçün öz şirkətlərinə start komandası vermək istəyir. Amma çox təəssüf ki, döyüş əməliyyatları buna mane olur. Ona görə Amerika çox çalışır ki, bax, bu müharibəni saxlasın, hansı üsulla olur saxlasın. Amma üçün vacib deyil. Ukrayna uzacaq ya Rusiya qalib gələcək. Amerika üçün sakitlik lazımdır. Kapital sakitliyi sevir. Ona görə də Trump'ın vəzifəsi bu sakitliyə nail olmaqdır. Atəşkəs planı iflasa uğraya bilərmi? Tamamilə düzdür, uğraya bilər, amma atəşkəs planı 22 bəndlik böyük sülh planının tərkib hissəsidir. 22 bənd, mən o bəndləri oxumuşam, o bəndlər bəllidir. O bəndlərdə əsas meyar budur ki, Rusiyanı sakitləşdirmək üçün Ukrayna NATO-ya üzv olmayacaq. Rusiya indi əldə etdiyi ərazilərdə döyüş əməliyyatlarının saxlanılmasına bir mənalı həddiməlidir. Relyef isə o da çox mürəkkəbdir. Elə var ki, 100 metr o yanda Rusal da əskəri durur. Ondan bir qarış bu yanda Ukrayna əskəri durur. Bunları ayırmaq bir-birinə. Bufer zonasını yaratması o illərin işidir. Özü çox ağırlı işdir. Praktik olaraq heç mümkün də olmayacaq. Bütün bunlar
ateşkəsdən sonra nail olması ilə. Ona görə də bugün ola bilər ki, çox güman ki, dünya siyasətçilər bunu gözləyir ki, Putin, daha doğrusu Trump, Putin'i razı salsın ki, 30 günlük ateşkəs ilan olunsun. Rus buna gedir, Rus istəyir, amma Rusun şərti var, deyir, heç olmasa 30 gündə siz Ukraynanı silahlandırmayın, Ukraynaya verəcəyiniz hərbi yardımları dayandırın. Bax, bu məsələ bugün həll olunacaq. Bu məsələ danışıqlar masasının əsas mövzusudur. Sizin proqnozunuz nədir? Ukraynada atəşkəs əldə olunacaq, yoxsa sülhə olan ümidlər bir dəfəlik puç olacaq? Sülh onsuz da olacaqdır. Dünyada əbədi müharibə aparan dövlətlər olmur. Sülh ya tez ya gec olur. Məsəl üçün deyib ki, Rusiya, Şveysariya, Şved deyək də, İsveç deyək. Onlarla 21 il müharibə aparmışdı. 20 il müharibə nəticəsində, çünki İsveçlər bütün Baltik həndəvərini hamısı onların imperiyasının daxilində idi. İmperiya adlanırdı, dövlət idi, böyük nəhəng dövlət idi. Ruslar 21 il müharibə apardı və nəhayət Baltik dənizində çıxış əldə etdilər. Yəni dünyada uzun sürətli, uzun müddətli müharibə var. Amerika və Vietnam müharibəsi 10 il davam etdi. Belə tarixdə belə hadisələr çoxdur, amma axırda sülhlə qutardı. Bu müharibədə sonla qutaracaq. Burada mövzu budur ki, hansı şəkildə sülhlə qutaracaq? Burada udan kim olacaq? Nisbi mənada. Uduzan kim olacaq? Bu da nisbi mənada. Bax, bugün onun müzakirəsi gedir. Daha çox israrlıdır Trump və danışıqlarda mütəmadi mətbuata açıqlamalar verir, dünya ictimaiyyətinə açıqlamalar verir. Daha çox Putin Trump'ın bu münaqişəni yatırtması inandırıcı görünür, yoxsa Avropa dövlətlərinin? Avropa dövlətlərinin bu müharibəni dərhal saxlanılması və bu səviyyədə dondurulmasında güclü marağı vardır. Ona görə ki, onlar bu müharibədən sonra, Suriya danışıqlara gedəndən sonra Rusiyanın 450 milyard avroluk pulu Avropa dövlətləri Ukrayna vermək fikrindədir. Və Ukraynanı beynəlxalq məhkəmələrdə repartasiya adında bir anlayış var ki, yəni müharibənin dəyən zərərləri Rus ödəməlidir, o pul versinlər. Avropanın bugünkü ümidi, bugünkü oyununun məğzi məhz bu pullardan ibarət, iqtisadi baxımdan. Amerikanın isə digər iqtisadi maraq odur ki, sülh olmasa, o Ukrayna'nın bağlamış, o tapılmayan metalların emalı, onların əldə edilməsi, onların yerdən qazılıb götürülməsi işine başlayabilmir. Ona göre indi Avrupa'ya da lazımdır. Amerika'dan da çok Ukrayna'ya Amerika Birleşmiş Ştatlarına lazımdır. Yerin üstü Rusiyanın, altı Amerikanın. Daha çox Zelenskiyə buna görə təsir edirlər. Atəşkəs imzalasın. Ukrayna xalqının qazancı nə olacaq? Dövlətinin qazancı nə olacaq? Ukrayna xalqı desək ki, bu müharibədən üzü ağ çıxacaq, bu yalandır. Böyle olmayacaq. Ukrayna xalqı çox böyük itkilərlə üzləşib. Hal-hazırda Ukraynanın itkilərinin sayının miqdarı yoxdur. Onu heç 10 illərlə hesablayıb bir yana çıxara bilməyəcəklər. Yox, üzyaq çıxacaq, döyüşür, üzyaqdır, döyüşür. Amma güc tükənir, məğlubiyyətə sürüklürlər. Bu biraz həssas mövzudur. Yəni bugün Ukrayna xalqı üzyaqdır, döyüşür. Ukrayna xalqı bugün özgənin pulu ilə, özgənin silahı ilə, özgənin yeməyi ilə, özgənin geyimi ilə döyüşür. Bax, belədir vəziyyət. Ona görə də buna başqasına Şam'a mühtaç olan qonşu deyil, Şamsız qalar. Qonşunun bir günü Avropanın bir dövləti də Amerika kimi üz döndərə bilər. Ona görə döyüş əməliyyatlarının dərhal dayandırılması hər bir xalqdan çox Ukraynaya çox vacibdir. Amma Azərbaycan xalqından Ukrayna xalqına dəstək böyükdür. Bütün dünya xalqlarından Ukrayna xalqına dəstək böyükdür. Tək Azərbaycandan yox. Çünki bütün dünya xalqlarının qəlbi, ürəyi Ukrayna tərəfindədir. Çünki insanlar həmişə zəifin tərəfində dururlar. Gücünü bəyənsələr də, amma rəğbətləri zəif, uçan tərəfə olur. Bəli, zəif Ukrayna həm də haqlı tərəfdir. Ona görə Azərbaycan böyük əksəriyyəti ona dəstək verir. Düzdür. Rusiya dəstək verənlər də var, amma ən çox Ukraynaya dəstək verirlər. Ukrayna xalqına nə qədər zəif də olsa, amma Ukrayna həm də haqlı tərəfdir. Və nə vaxt telefon zəyləri başlayacaq? Putin və Trump. Artıq danışıqlar başlanıb.
Artıq mən saata baxıram, qarşımda Sverbilat 7-yə işləyir bizim yerli vaxtla. Demək, Amerika vaxtı ilə səhər saat 10-dur, Washingtonda indi səhər saat 10-11-ə işləyib, Moskvada saat 5-dir, 6-ya işləyib. Artıq danışıqlar başlayır. Danışıqların nə qədər davam etməsi bəlli deyil. Yəqin ki, uzun çəkən bir danışıqlar prosesi olacaq və danışıqların strategiyası mənə bəllidir. Çünki indi artıq danışıqları konkret olaraq bir mərhələdə dayandırmaq yox, danışıqları uzun aparılması strategiyası irəliyə çəkilir. Çünki biz dəfədən bir telefon zəngi ilə, bir əmrlə bu müharibəni, bu boyda böyük bir fırlanan dəyirman daşını saxlamaq mümkün deyil. İnersiya buna imkan verməyəcək. Hətta bir saat bundan qabaq Zelenski bir qərar imzaladı ki, həmişəlik, yəni daimi danışıqlar aparmaq üçün danışıqlar qrupu yaradıldı. Milli Danışıq Qrupu adlandı Ukraynada. Milli Danışıq Qrupu danışıq aparmaq üçündür. Məsələn, Amerika ilə Vietnam düz 11 il Parisdə danışıqlar aparırdılar. 11 il həm müharibə edirdilər, həm danışıq aparırdılar. Siz xatırlayırsınız o müharibənin tarixini. Və danışıqlar bir gündə başa çatmır. Məsəl üçün, Rusiya ilə Finlandiya 39'da başlanıldı. 3 il həm müharibə etdilər, həm də danışdılar. Bunlar paralel getməlidir. Amma Avropa tələb edir ki, Rusiyadan siz ateşkəsi dayandırın, sonra biz danışığa başlayaq. O isə Napolyonun bir sözü Medinski, o Rusiyanın danışıq komandasının rəhbəri Medinski, professor, tarixçi, o bir fikir söylədi. Dedi ki, Napolyondan bir stat gətirdi, iqtibas gətirdi. Dedi ki, Napolyon deyir ki, danışıqlar döyüş əməliyyatları ilə paralel aparılmalıdır. Bilirsinizmi? Aydın. Bəs Trump deyir ki, Putin artıq Ukraynada, ümumiyyətlə Ukrayna münaqişəsindən yorulub. Nəyə əsasən bunu deyir? Tək Putin yox, bütün Rusiya yorulub əslində. Çünki Rusiyanın 3 il sərasər döyüş əməliyyatları aparmaq üçün iqtisadiyyatı, hərbisi, insan resursları yetərli deyil. Daha növbəti illər Rusiyanın tükənməsi olacaqdır, özü də tamamilə tükənməsi olacaqdır. Ona görə Rusiyada oturub düşünür ki, əbədi müharibə ola bilməz. İndi Rusiyanın özünün şərtləri var. İstanbulda ortaya Rusiyanın nümayəndə heyəti şəhət qoydu. 6-7 şəhətdir. O ilkin şərtlərin davamıdır. Bir baxın, danışıqlar İstanbulda harada keçirildi? Birinci danışıqlar aparılan məhz otaqda, birinci danışıqlar aparılan məhz sarayda keçirildi. Yəni Rusiya buna 2 il bundan qabaq qırılmış danışıqların başlanğıcı kimi baxdı, davamı kimi baxdı. Şərtlər isə dəyişməyib Rusiya tərəfindən. Onlar 6 dənə şərtdir. Qısa olsa deyə bilərəm ki, orada yalnız NATO yox, münasibətlər Rusiya ilə olmalıdır, iqtisadi münasibətlər Rusiya, neytral bir dövlət, hərbi güc başqa dövlətlərlə hərbi saziş bağlamamaq və s. belə şeylərdir. Ukrayna isə əksinə, Ukrayna deyir ki, mən bir dəfə Rusiya məkanından qopuram, aralanıram, Avropaya gedirəm. Bax, belədir vəziyyət. Bəs ən yaxın, belə deyək ki, yaxınlaşma danışıqlarda hansı görüşdə baş tutub? Türkiyə, sonra Birləşmiş Ərəb Əmirlikləri, Avropada, harda? Hələlik danışıqlarda heç bir yaxınlaşma yoxdur. Hətta nümayəndə heyətləri bir-birinə miz arxasında, danışıqlar miz arxasında oturanda belə bir-birinin əlini sıxmadılar. Hətta danışıqlar qutarandan sonra bir-birinə sağ ol da demədilər, görüşmədilər. Hərəsi ayrı-ayrı qapılardan çıxdı və birlikdə mətbuata birgə bəyanat da vermədilər. Bugün hər iki dövlət bir-birinə düşmən münasibətindədir. Açıq-aşkar düşmən münasibətindədir. Hələ bu danışıqları neçə raund olmalıdır ki, bu münasibətlər bir qədər istiləşsin. Bəs bu, əgər atəşkəs əldə olunsa, neçə il vaxt lazım ki, Ukrayna və Rusiya xalqı barışsın? Uzun müddət lazım olacaqdır. Çünki həm Rusiya tərəfi, həm Ukrayna tərəfi atəşkəsin bugün imzalanmasından məmnunluq duymayacaq. Çünki heç bir tərəf öz istəyinə nail olmadı. Baxın, Cənubi Koreya ilə Şimali Koreya 54-cü ildə bir atəşkəs sazişi imzaladılar. Az qala 80 ildir də, biraz da çoxdur, ya bir 70 ildir. Hələ də onlar arasında məmnunluq yoxdur. Biri-birinə zibil atır, biri-birinə hava şarı ilə məktub göndərir, düşmənçilik bəyanatlar verirlər.
iki tərəf narazı olduqda bunlar arasında əbədi və davamlı sülh haqqında danışmağa dəyməz. Rusiya istədiyini versələr Rusiyaya, o əbədi sülh haqqında danışmaq olardı. 4 vilayəti qeyri-şəxsi Rus istəyir özünə götürsün. Təbii ki, Avropa bundan razı vermir. Heç Ukrayna xalqı da ölüm-dirim savaşına çıxar, onun bir vermək istəmir. Bugün bax belədir vəziyyət. Demək, Rusiyanın Ukraynaya hücumu və Rusiyanın Ukrayna torpaqlarının işğalını Putinin ən böyük səhvi və ya ən böyük səhvlərindən biri hesab etmək olarmı? Dünya siyasətçiləri bunu Putinin səhvi kimi qəbul etmirlər. Dünyanın çox aparıcı siyasətçilərinin bütün rəylərini oxuyuruq. Biz hamımız, siz, mən, hamımız oxuyuruq. Çünki mətbuat bu hamısını yazır. Burada Putinin bir səhvi məsələsi gündəmdə deyil. Burada ölkənin maraqları məsələsi gündəmdədir. Rusiyanın maraqları bundan ibarət idi ki, bax bu müharibə başlasın. Çünki əgər 3 il müddətində müharibə başlanılmasaydı, 24 fevral 22-ci ildə başlanmasaydı, artıq Amerika Birləşmiş Ştatlarının, NATO'nun qoşun hissələri artıq Xarkovdaydı, Qaradənizdəydi, artıq hər yerdəydi. Bilirsinizmi? Rusiya öz milli təhlükəsizliyini, özünün salamatlığını, özünün arxayınlığını təmin etmək üçün bu döyüş əməliyyatlarını başladı və belə də izah edir. Aydındır, Xəlil müəllim, təşəkkür edirəm. Başqa bir sözünüz varmı? Bir dünyanın digər yaralı mövzusu Qəzza məsələsidir. Bu günlər orada da çox böyük qırğınlar gedir. Evet. Çox böyük dəhşətli hadisələr baş verir. Biz bugün otururuq. Hər gün Qəzzada İsrail əsgərləri tərəfindən 200-ə yaxın din sakin, ya silahlılar döyüş meydanlarında həlak olurlar, yaxud da təsadüfi güllələrdən həlak olurlar. Dünyanın ikinci ən böyük qan daman, ağrılıb yarası Qəzzadır. İstərsəniz, mümkünsə o barədə bir qədər danışalım. Buyurun danışın, Qəzza ilə bağlı. Baxın, Amerika Birləşmiş Ştatlarının prezidenti keçən həftədə yaxın şərqə bir səfər etdi. İndi mən deyəcəyim rəqəm hamının saçını dik qaldıracaq 2 trilyon dollar. 2 verir, milyard yox, 2 trilyon dollarlıq 3 ölkə ilə Amerika Birləşmiş Ştatları müqavilə imzaladı. Dünyanın iqtisadiyyat tarixində bu məbləğdə hələ də bəşəriyyət bir başqa müqavilə ilə tanış deyil. Bugün Guinness Rekordlar kitabına düşəcək miqdarda bir müqavilədir. 3 dövlət cəmi, Səudi Ərəbistandan başqa hər iki dövlətin ikisinin əhalisi Birləşmiş Ərəb Əmirlikləri, bir də Kuveyt. Toplayınca Azərbaycan əhalisi qədər də əhalisi yoxdur bu iki dövlətin. Düzdür, Səudi Ərəbistanda 23 milyondur. Dollar bağlanması nə deməkdir? Bu deməkdir ki, Ərəb dövlətləri tamamilə Amerikanın artıq nüfuz dairəsindədirlər. Tamamilə. Əvvəllər bizim bildiyimiz Ərəb həmrəyliyi, müsəlman həmrəyliyi, Fələstin qardaşlığı, bunlar hamısı o 2 trilyon dollarlıq müqavilənin kölgəsində qaldı. Amerikanın prezidenti qeyri-şərtsiz yaxın şərqdə hakimdir. Qeyri-şərtsiz Qəzzanın tarixini həll edir. 1973-cü ildə İsrail-Ərəb müharibəsində Ərəb dövlətləri, 16 Ərəb dövlətləri bir sözü bir yerə qoyub Amerikaya boykot elədi. 1 qram, 1 litr belə Amerikaya benzin neft vermədilər. Özdə 3 il ərzində Amerika az qala diz çökmə həddinə gəlmişdi. Amma indi isə o həmrəylik İslam dünyasında, Ərəb liqasında yoxdur. Fələstin İsraillə və Amerikanın dəstəyi ilə üzbəüz qalmışdır və tam məhv olmaq indi halına gəlib çatmışdır. Bu çox dəhşətli bir mövzudur. Bütün bir xalqın yaşadığı ərazilərdən sürgün olması, qaçılması, qovulması məsələsi bugün çox real bir məsələdir. Onun həlli yolları nədə görürsünüz? Qəzza problemini. Bunun həlli yollarını daha indən sonra görünmür. Bunun həlli yolları bu oldu ki, Fələstin torpaqları həm Yordan çayının sahilində olan Fələstin hissəsi, həm Qəzza bölgəsi İsrail tərəfindən məskunlaşacaq. İsrail tərəfindən həzm olunacaq, qatışacaq ora. Yəni tarixdən bir coğrafiyadan bir dövlətin silinməsi düzdür. Tam o dövlət olaraq dünya ictimai tərəfindən tanınması da Fələstin. Artıq Fələstinin İsrail tərəfindən
mənimsənilməsi prosesi gedir aşağıdır və bu dönməz bir prosesə çevrilir. Bax, bu bizim gözümüzün qarşısında baş verən bir tarixi hadisədir. Təşəkkür edirəm Xəlil müəllim, çox sağ olun. İnşallah Mən də sizə təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun. Əziz və hörmətli izləyicilər, Xəlil Qarahmədov idi, Beynəlxalq Şəxsiyyətlər jurnalının baş redaktoru. Görək, bir neçə saatdan sonra mətbuat Putin və Trump danışığından nə yazacaq? Beləliklə, mən sizdən sağollaşıram. Sağ olun, sağlıqla qalın. Növbəti görüşdə görüşmək ümidi ilə.